Снимаю. Мы спускаемся. Юля, Şelale. Şelale. Salam söyle. Biz düşürük. Yerkek yürüyüşünden aşağı. Marşrutdan. Kuzun kəndinə gedirik. Ve bizim bələdçimiz Emin. Tak işte. Mənzil başına çatmasaq da biz məmnunuq. Bu yürüyüşün özü asan yürüyüş deyil idi. Tak işte. Hə Emin? Hə? Yürüyüş necə idi? Mənzil başına çatmasaq da. Bir haftalığından qayıtdı. Danış. Bize bir bəraət qazandır. Niyə görə biz axıra kimi çata bilmədik? Qocayıq deyə. Yox, qocalıq deyil. Ki belə düşmüşsən. Niyə görə biz? Təcrübəsinin az olmağına görə. Təcrübəyə görə. Amma bu da bir təcrübə oldu da. İndi gələn dəfə gələndə daha yolu tanıyırsınız. Biraz yanaşmanız fərqli olacaq. Yəni tez satmağı. Yükümüz çox idi deyəmirsən. Yüküm çox idi. Mənim yüküm çox idi. Vaxtımız az idi. Məsələ. Çünki qışdı da, yəni payızdı. Yayda gəlsək bəlkə olur, yayda bura yürür. Olur da, oradan gedib maşınla qayıtmaq variantı. Hə. Yəni mən yerkəkə gedib çata bilməsəm də bu Allah qoysa yerkəkə növbəti dəfə çıxaram. Yəni əsas o ruhdan düşmədim. Özümə görə danışıram. Qızları bilmirəm. Mən bu yola bir də gələcəm. Bu yolla mı, başqa yolla mı fərqi yoxdur. Mən yerkəkə bir də gedəcəm. Allah qoysa can sağlığı versin. Bu dəfə həqiqətən də həm təcrübə deyir Emin. Yaşlılıq da şərtdir. Bəlkə də. Çünki bizdən cavanlar, uşaqlar xeyli cavan idilər. Hamısı gedib çatdı kəndə. Biz isə kəndə çatan orada bir plato var idi. Onun ətəyində ilişdik qaldıq. Gedə bilmədik. Niçivo. Bu da Quzun kəndidir. Bax, indi yolumuz da belədir. Buradan 2100-ə piyada qalxmaq nə deməkdir? Yəni, mən fikirləşirəm ki, mənim yaşım üçün çox böyük bir təcrübə idi. Yəni, ayaqlarım düzdür, tab gətirmirdi. Bəlkə yükümdən, bəlkə hava isti olduğundan, nə bilim, şərtlər çoxdur. Niçin bir də gələrik, Allah qoysa.